Şuhadə cənablarına. Hörmətli qonaqlar və mərasim iştirakçılar, hamınızı salamlayıram. Bugün biz Şamaxı Şəhər İncəsənət Təhsil Mərkəzində Azərbaycan tarixində və taleyində baş vermiş ən faciəvi bir hadisəsinin ildönümünə toplaşmışıq. Zaman gəldi keçdi, artıq Xocalı müsibətindən 22 il keçir. Lakin buna baxmayaraq, faciənin ağrısı, acısı, onun həyatımızdakı yeri, taleyimizdə buraxdığı izlər baxımından təsiri o qədər güclüdür ki, sanki bu hadisələr dünən baş vermişdir. Hamımıza məlumdur, Xocalı faciəsi bəşəriyyət tarixində törədilmiş ən qanlı qətliyam və soyqırımdır. Bunu bir daha ulu öndərimizin, ümummilli liderimizin Heydər Əliyevin söylədiyi kimi bu adi cinayət deyil və gələcək nəsillər 100 ildən də sonra gərək bu faciə haqqında bilsin və heç vaxt unutmasın ki, bizim millətimizə qarşı belə vəhşilik edilir. Möhtərəm Prezidentimiz İlham Əliyev Xocalı soyqırımının qurbanları xatirəsinə Bakı şəhərində bir abidə ucaltmağına sərəncam vermişdir. Bu abidə düzdür. Əvvəl başqa cür idi. Mən özüm Bakıda da onu başqa səthində görmüşdüm. Lakin Prezidentimizin sərəncamı ilə bu abidə dəyişdirilmişdir. Bu abidə rəmzi məna daşıyır. Burada arzuları gözündə qalan, həlak olmuş balasını başı üzərində qaldıran bir ananın fəryadı təsvir olunur. Bu vətən rəmzi olan ananın öz övladlarına olan sevgisinin bir nümunəsidir. Bugün biz də istədik ki, öz mərkəzimizdə tədbiri keçirərək bir daha bugünkü nəsillərə, bugünkü övladlarımıza bu faciə haqqında məlumat verir. Onlar həm iştirakçıdır, həm də izləyici. Lakin bir məqamı da istəyərdim ki, xatırladım. Bugünkü tədbirimizə demək olar ki, bütün inzibati işçilərimiz, müəllimlərimiz, şahidlərimiz çox ciddi hazırlıqlar görürlər. Tədbirə başlamamışdan öncə onların hər birinə mərkəzin rəhbərliyi adından öz təşəkkürümüzü bildiririk. İndi isə Ağsaqqalımıza söz vermək istəyirəm. Ağsaqqallar Şurasının üzvü Zahidov Babacan Ağsaqqalımıza söz vermək istəyirəm. Ürək sözünü bizimlə bölüşsün. Hörmətli yığıncaq iştirakçıları, bugün Xocalı hadisəsi haqqında aparılan bu tədbir onu göstərir ki, Xocalı hadisəsi dünyada adı çəkilməyən bir hadisədir. Ermənilər bizdən ötürü çox fikir edirlər. Ona görə çox fikir edirlər ki, Azərbaycanın bugünkü inkişafı Azərbaycan dövlətinin prezidenti İlham Əliyevin apardığı bu siyasət ermənini son vaxtlarda yox edəcək. Hal-hazırda Ermənistanda qalan əhalinin 30% köçüb adından çıxıb gedib. Bu nə deməkdir? Bu elə onların bizə düşmənçiliyi deməkdir. Onlar öz haqqına çatacaq və hamıya məlum olsun ki, Qarabağ Azərbaycanındır, Azərbaycanın da olacaq. Bunların gözü çıxardan nədir? Azərbaycanda gedən bu yeniliklər,
Görün, təkcə televiziyadan görünür ki, Azərbaycan dövlətinin Ermənistanın bütün gəliri qədər Azərbaycan dövləti hərbi hissəyə pul verir. Bunlar başa düşürlər ki, bunların axırı yoxdur. Bilmirlər nə eləsinlər. Hər gün cəbhədə pozunturuq yaradırlar. Bunların heç bir mənası yoxdur. Təkcə bir şey deyim. Azərbaycanın Şamaxı da bir bölgəsidir. Şamaxda gedən quruculuq, abadlıq işləri təkcə Ermənistana bəyalımdır. Çünki onların müəyyən qədər əhalisi burada yaşayır. Bizim keçmişimizi görür. Təkcə 2013-cü ildə Cümə məscidinin yenidən qurulması, Şamaxı İncəsənət Məktəbinin yaranması, bugünkü bu gül balaların öhdəsinə verilməsi balaca iş deyil. Mən arzu edərdim ki, müəllim, sizin bu məktəbin kollektivinin səsi ölkənin başqa yerlərindən gəlsin. Şad olaq, Allah işinizi avam verəsin. Çox sağ olun. Çox təşəkkür edirəm. Allahdan bütün Xocalıda şəhid olmuş həmvətənlərimizə, soydaşlarımıza rəhmət diləyirik və onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyinizi sizdən xahiş edirəm. Teşekkür ederim. Allah rəhmət eləsin. İndi isə az öncə foyemizdə Xocalı soyqırımını unutma adlı sərgisinə tamaşa etdik. İndi isə eyni adlı ədəbi bədii kompozisiyamıza baxmağa sizi dəvət edirəm. Buyurun.
Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Heydər Əliyev. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində Azərbaycanlılardan ibarət olan strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını birdəfəlik yer üzündən silmək məqsədi idi. 1992-ci ilin 26 fevralında Ermənistan hərbi birləşmələri 7000 əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü. 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 az yaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi. 25 şəxs hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü. Onlardan 150'sinin taleyi indi də məlum deyil. Dağ çəkilib dağlarına, boran düşüb bağlarına, oylar xoşbəxt sağlarına. Ağla, Xocalım, ağla. Əsirlikdə qalanın var, tatlarını yolanın var, gözü yolda qalanın var. Ağla, Xocalım, ağla. Sahipsizdir obalarım, tüstüləmir sobalarım, coru yanır babalarım. Ağla, Xocalım, ağla. Yağı düşmən, solun, sağın, bir an qalıb baxsan bağım, inildəyir torpaqlarım. Ağla, Xocalım, ağla. Gəlinlə ötür ayın ilin, əllərinə çatmır əlin, sovrulubdur göykünün. Ağla, Xocalım, ağla. Dumanlanıbdı yolları, qandallanıbdı qolları, əsir düşüb oğulları. Ağla, Xocalı.